Salam uşaqlar, necəsiz? Yaxşı. Bugünkü dərsimizə hazırsınız? Bəli. Bugünkü dərsimiz boyaların növləri olacaq. Boyalardan danışacağıq. Bu dərsdə saç boyama texnikalarını öyrənəcəyik. Kraskalarda düzgün texnika seçilsə, saç təbii və daha gözəl görsənər. Birinci tam boyamadan başlayırıq. Bu texnikada bütün saç eyni rəngə boyanmalıdır. Saç boyanması nə vaxt edilməlidir bilirsiniz? Dib boya gələndə, yəni diblər ağıranda. Dib ağ olanda, ilk dəfə saç boyama olanda, elə adam var ki, saçın rəngini dəyişmək istəyir, onda istifadə eləyir. Saç kraskaları fərqli olur, tonlar olur, kraskalar olur. Oksidantlı kraskalar olur, oksidantsız kraskalar olur, bir günlük kraskalar olur və ağ saçları boyamaq üçün oksidantları olur, onları faizləri olur. İndi onlardan danışacağım sizə üçün. Bu texnikalar saç uzandıqda edilir. Saçın dibi uzandıqda müştəri gəlir, deyir ki, ancaq saç dibini boya. Biz orada baxırıq ki, lazımdırsa saçın dibini boyuruq və uclarını da onun faizi dəyişirik. Kraskanı elə bir 30%-lə dibinə qoyuruqsa, 20%-lə, 10%-lə uclarına qoyuruq ki, həm ucları yanmasın, həm də ucları daha çox açılmasın. Çünki bu dib boyadır. Keçirik tonlama mövzusuna. Tonlama saç açıldıqdan sonra edilir. Məqsədimiz orada olur ki, sarılığı azaldırıq. Çalışırıq yaşıllığa verməsin. Orada tonları mən sizə başa salacağam. O birisi dərsimizdədir o. Gözəl və parlaq ton verməyə çalışacağıq. Orada nömrələri də başa salacağam sizə hamısına. Sadəcə bugünkü dərsimiz texnika dərsi deyə nömrələrə keçmirik. O birisi dərsdə nömrələri keçəcək. Tonlama saçın rəngini tam dəyişmir. Sadəcə ton verir. Bir ton, yarım ton baxır. Tünd saçlarda tonlama istifadə olunmur. Daha çox açıq saçlarda, sarı saçlarda olur ton. Və tündləşdirmək istəmək üçün də korişmi rəng açıq tünd sarıdan korişmi rəngə ötürmək olur. Amma korişmi rəngi açıq sarıya çevirmək olmur tonla. İndi melirovanyadan danışacağıq. Melir deməkdir. Melirdə saçın nazik hissələri ayıraraq açılır, falqalara yığılır. Nəticədə saç daha açıq və həcmli görsənir. Orada da tonlama mümkündür. Melirdən sonra tonlama etmək olur. Etmək vacibdir əslində. Onu biz saçı yuduğumuz momentdə edirik. Baxırıq rənglər əgər sarı, yarısı biraz az açılmış, qırmızıya çalan rənglər varsa, onları biz bir tonda eləməliyik. Ona görə tonla işləmək olur onda. Melir üçün adətən falqa istifadə olunur. Bura kimi hər şey sizə aydındır, yoxsa sualı olan var? Qəhvəyi saçın üstünə məsələn qırmızı, sarı kraska qoysaq tutacaq. Qəhvəyi tünd qəhvəyi edirsən, yoxsa açıq qəhvəyi edirsən? Yəni açıq. Sarı yox, qırmızı qoyduqda o bardoya çalacaq. Qırmızı olmayacaq. Çox sağ olun. Bəs Aysel xanım, saçlarımızı niyə qəhvədən sarıya bordo ilə çevirə bilmirik? Necə? Deyirəm ki, saçlarımızı qəhvədən sarıya bordo niyə çevirə bilmir? Bu qırmızını almaq üçün biz saçın rəngini açmalıyıq. Tam ağ yox, açıq sarıya kimi biz rəngi açmalıyıq. Sonra qırmızı tonlardan istifadə edə bilərik. Amma tünd qəhvəyin üstündən biz qırmızı qoysaq, bordo rəngi alacaq. Bəs qara rəngin üstündən boya qoymaq olur? Əgər kraskalı qaradırsa, boya ancaq qara qoymaq olur. Yox, təbii qara, təbii öz saçın qaradırsa, açmaq da olur, kraska da olur. Buyur. Aysel xanım, saçımızın rəngini tez-tez dəyişsə yanma ehtimalı var? ehtimalı var. Baxır, əgər tonlama edirsənsə, orada yanma ehtimalı olmur, sadəcə quruma ehtimalı olur. Saç başlayır qurumağa. Ona görə maskalardan, ev maskalarından, təbii maskalardan istifadə lazımdır.
Amma oksidantla açası olsaq, faizli kraskalarla açası olsaq, hə, yanma ehtimalı olur. Özümüz evdə boyasaq, tez-tez rəngini özümüz evdə dəyişsək, Hə. yanma ehtimalı var onda. Əgər oksidantla açma, boyama olacaqsa, hə, yanma Bir də ilk ehtimalı dəfə saçı boyayırsansa, rəngi birinci açmalısan da, saçı sonra boyamalısan. baxır nə rəngdir, ona görə Ha, tamam. dəyişir. Çox sağ ol. Əgər rəngi açıq istəyirsənsə, supradan istifadə etmək lazımdırsa, rəngi açmaq lazımdır. Yox, tünd qəhvəyi, yəni tam açıq qəhvəyi yox, orta qəhvəyi də. Onları istəyirsənsə, kraska ilə onları istifadə etmək olar. Çox sağ ol. Bəs Ayşə xanım, kraskanı neçə vaxtdan bir dəyişmək olar? Kraskanı elə adam var, tez-tez dəyişməyi sevir. Ona görə baxır, dib boyacısıdırsa, ayda bir dəfə dib boyası edirsən, yəni ehtiyac yoxdursa uclarına dib boyasına, əgər ehtiyac yoxdursa uclarından qoymuruq. Əgər tonlamaya ehtiyac varsa, dib boyası etdikdən sonra tonlama su ilə qarışdırırıq. Onları başa salacağam sizə. Su ilə qarışdırıb tonlamanı uclarına eləyirik. Əgər ehtiyac varsa, saçın ki eyni diblə eyni olsun ucları, başlayırıq yəni dib kraskasını da uclarına çəkməyə. Başqa sualı olan var? Hə. Vaxtı keçmiş boyanı saçımıza vursaq nəsə olar? Hə, yanar. Vaxtı keçmiş boyadır, kraskadır, supradır, keratindir. Onları istifadə etmək olmaz. Keratin olmuş saça boya tətbiq eləmək olar? Ya boyalı saça keratin? Boyalı saça olar. Keratinli saça da olar. Sadəcə amma açmaq olmaz. Mən keratini də sizə başa salmışdım ki, orada açıq saçları etmək olmaz əslində. Keratin vəbşə olmaz, amma botoks istifadə edə bilərik. Çünki açıq saçlarda keratin istifadə edəndə saç rezin kimi olur, Ayşə xanım, dartılır. boyanın yaş həddi var, necə deyim, yəni balaca uşaqlara falan da olar, yoxsa? Var, yox, yaş həddi yoxdur. Sadəcə uşaqlarda onu dibə istifadə eləmək məsləhət deyil. Çünki allergik adamlar olur, uşaqlarda daha çox allergiya olur kraskaya qarşı. Uşaqlarda daha çox tonlama istifadə edirik. Çox sağ ol. Boyanın saçı zərəri var. Boyanın saça zərəri var, saça qurutma ehtimalı var, yandırma ehtimalı var. Biz istifadə etdiyimiz boyadan da asılıdır o. Firma fərqləri də var. Və faiz fərqləri var. Oksidantın faiz fərqləri var ki, o 3%-də o qədər də təsiri yoxdur saça, yandırmır. Sadəcə tonda 3%-i tonda istifadə edirik. 6% dib boyalarında istifadə edirik, 12% da dib boyalarında istifadə edirik. Əgər tünddürsə saç, dibi tünd, ucları açıqdırsa biz 12% istifadə edirik. Çox sağ ol. İndi isə balyaj haqqında danışacağıq. Balyaj son illərin ən məşhur olan texnikasıdır. Bu texnikada boya əllə sərbəst şəkildə çəkilir. Dib hissəsi daha tünd, uzunluğu daha açıq görsənir. Načosdan istifadə edirik. Saçlar ayırıb načos. Burada ucu falqadan istifadə etmirik. Miller falqa ilə istifadə olunur. Saç balyajı načosla istifadə edirik. Saçı načoslayırıq, qalan saçı açırıq, rənginə açırıq. Və burada da tonlama istifadə olunur. Saçı açdıqdan sonra baxır hansı tonda istəyir müştəri, o tonlara ayırırıq və tonlama edirik. Balyajda tez-tez düzəliş tələb olunmur da. Yəni balyajı etdik, tonlamanı etdik və rahat 4-5 ay gedə bilər. Yəni dib boyası tələb etmir. Tonlama o qədər tələb etmir. Lazım olduqda tonlama ev şəraitində də etmək olur. Bunu salonda da etmək olur. Biraz ayırtaşdan da danışaq. Bu načos yox, falqa yox. Fenlə istifadə olunur. Fenlə
ayrılır saçlar. Yəni saçı ayırdıq miller kimi. Ayırandan sonra fenlə ayırdıq, tuturuq fenlə saçları ayırırıq. Əlimizdə qalan saçı rənginə açırıq. Mən onu sizi indi göstərəcəm də. Telləri boyuyuruq. Göstərəcəm necə etmək lazımdır. Burada da o qədər tonlama istifadə olunmur. Gəlin istəyirsiniz yanıma yaxınlaşın. Mən göstərdim sizə necə miller, balyaj və ayırtaçı eləmək lazımdır. Burada yenə ayırırıq saçları. 4 yerə ayıracağıq. İndi başlayırıq birinci millerdən. Onu başa salacağım sizə, göstərəcəm. Düzdür, folqamız yoxdur. Xəttlər düz getməlidir millerdə. Hamı görür? Bəli. Aşağı, biraz baş aşağı salırsan. Əgər xırdadırsa biz piratları nazik götürürük. Yox, iri miller istəyirsə müştəri, biz bu qalınlığında götürürük və başlayırıq ayırmağa, miller eləməyə. Bu, yəni iri millerdir. Altdakı qalır, altda bunu rəngləmirik. Əlimizdə falqa olur, falqanı qoyuruq bura, başlayırıq supra ilə 6%, 9% işləməyə burada. Yox, əgər milleri nazik istəyirsə müştəri, biz ayırırıq, nazik götürürük piratları və xırda. O deməkdir ki, saçı bütöv açmırıq da, yarısını açırıq, yarısını ziqzaq formasında xırda götürdük. Yenə altdakı qalır, ayırdığımız hissəni falqaya qoyub rəngləməyə başlayırıq. Burada çalışırıq dibi çox rəngləməyək ki, falqaya bükəndə açılma prosesi gedəndə supra başlayır qaynamağa, dib hissəyə qalxmasın deyə. Orada yoxsa ləkələr əmələ gələcək. Ona görə nazik rəngləyirik, baxırıq ki, qalmasın, pükürük. Falqanı rənglədik, falqanı pükürük və bağlayırıq ki, açıq olmasın. O birisi saçlara dəyib rənglənməsin. Bu miller idi. Keçirik balyaja. Balyajda da eyni ayırırıq. Sadəcə burada ziqzaq yox, načosla, saçı načos elədik. Načos edəndən sonra əlimizdə qalan hissəni rəngləyirik. İndi isə keçirik ayırtaça. Onu fenlə ayıracaq ora. Saçı əlimizdə boş tuturuq, amma tam da buraxmırıq ki, altdakı saçlar ayrılsın. Soyuq fenlə istifadə edirik. Yəni ayrılan saça dəymirik yenə də burada. Əlimizdə olan saçı başlayırıq rəngləməyə. Ehtiyac olarsa falqaya da yığa bilərik. Əslində ehtiyac lazımdır ki, ayrılan saça supra dəyməsin. Dərmamız dəyməsin. İndi keçirik bunu birlikdə eləməyə, əlimizi öyrəşdirməyə. Birinci nə idi bizdə? Ziqzaq. Necə ayırırdıq? Qalın olanda, nazik olanda? Nazik istəyirsə
Saç qalın olanda nazik eləyirik. Düzdür. Saç qalın, məsəl üçün müştəridən soruşuruq, məsləhətləşirik. Əgər qalın milir istəyirsə, biz qalın götürürük bunlara. Nazik istəyirsə, Yox, nazik saçı istəyirsə bir dənə bölürük. bir dənə də bölürük, xırda milir götürürük. Gəl başlayaq xırda milirdən. Olur. Xırda. Ay sağ ol. Formadır. Altdaçına dəmirik, üstdəkini boyayırıq. Üstdəkini falqanı yerləşdiririk. Altdan faydanı yerləşdirib boyayırıq. Boyayanı diblərə vurmuruq. Hə, dibi boyamırıq. Bu hissədən Bu başlayırıq. hissədən aşağı boyamaya başlayırıq, sonra da bükürük. Milleri büküb yığdıqdan sonra, yəni yığdıq. Bu hissəyə çatdıq. Biz altdakını yoxlamalıyıq ki, nə vəziyyətdədir. Açılma prosesi necə gedir? Görürük ki, nəsə iz var, qara ləkə qalıb, qalan hissə açılıb. Həmin o qara ləkəni təzədən dərmanlayırıq ki, bəlkə ora dəyməyib. Dəyməmiş də ola bilər, quru qalır. Bu da qalın. Qalında da Qalın milirdir. Yox. Götürdük, dip hissədən eləyirik və əlimizdə saçı bərk tuturuq ki, dağılmasın. belə. Belə qanı götürürük. Yox, buradan bir hissəsini buraxırsan, ayız. Yenə altdaşına dəmirik, üstdəkinin altına falqa yerləşdirib boyayırıq. Ondan sonraki nə idi? Balyaj. Balyaj. Balyajda nə edirdi? Naços eləyirdi. Balyajla yazma çıxdı. Balyajda biz saçı götürdük. Burada nazik hissəyə bölürük. Saxla. Sən bu hissəni tut. Bunu tut, buradakini. Naços eləyirik. Naços. Əgər ucunda daha çox rəng istəyirsə, az naços eləyirik. Yox, ucunda oradan-buradan rəng istəyirsə, naçosu var gücümüzdə edirik. Çox olsun ki, dip hissədən tuturuq. Sürüşdür. Burada saxlayırıq, başlayırıq ayırmağa milirə. Yox, ziqzaq. Ayırdıq. Bu qalın olur. Oldu. Olur. Yenirik burada. Falqanı yerləşdiririk. Boyanı çəkirik. Çalışırıq dip hissəyə dəyməsin. Və falqanı pükürük. Boyadıqdan sonra falqanı pükürük. Lazım gələrsə bunlardan taxırıq ki, sürüşmə olmasın. Saçı götürdük, naçosu eləyirik. Ayıram. Yox. Əgər nazik çox istəyirsə ayırırsan. Ayırdıq. Gəlsən buradan başla. İki barmağın arasında. Naçosumuzu eləyirik. Lazımdırsa çox eləyirik. Yox, ehtiyac yoxdursa yüngül naços eləyirik. Və yenə də falqaya yerləşdirib. Sonra da rəngləyirik. Ayşəxan, boyaların niyə çoxsunda falqa işlədilir? Falqa ona görə işlədilir ki, falqa olmasa biz bunu belə boyayıb üst-üstə yığsaq, o birisi rənglər, saçlar da rənglənəcək. Alabula rənglər alınacaq. İndi keçək artaça fenlə işləmə. Ayşəxan, bəs onun faydası eləsək, hansı bir ziyanı ola bilər saça? Ziyanı odur ki, yəni alabula olacaq da, yəni o eləməyimizin mənası olmayacaq. Falqas işləmək lazım deyil. Saçı belə ziqzaq eləyib alt və üst ayırırıq. Onu ayırmasaq necə olar?
Onu ayırmasanız bu ancaq rəngləmə olacaq. Miller olmayacaq. Bütün rəngləmə olacaq. Miller o deməkdir ki, saçın yarı hissəsi açılır, yarı hissəsi açılmır. Bunları da sizə göstərəcəm hamısına. İndi ayırtaç edirik.